Mövzumuz portret qurulma qaydasıdır. Tələbələrimə öyrətdiyim ən asan portret qurulma qaydası budur. İlk öncə vərəqin, A4 vərəqin üst hissəsindən təxmini 3 barmaq kimi aşağıdan bir düz xətt çəkirsiniz. Bu çəkdiyiniz düz xətt saç xəttimizdir. Sonra vərəqin aşağı hissələrindən ikinci bir düz xətt çəkirsiniz. Hansı ki, buradan çəkəcəyiniz xətt də çənə xəttimizdir. Bunu elə yerdən təyin etməlisiniz ki, beyninizdə canlandırın. Çəkəcəyiniz portretin çənə hissəsi burada olarsa, təxmini bu hissələrdə boğaz nahiyəsi, biraz çiyin hissəsindən çəkirsiniz. Tam olaraq A4 vərəqi dolduracaq bir portret qurmuş olursunuz. Ona görə çənə xəttimizi buradan çəkək. Bu iki xətt sizin istəyinizə görə çəkilir vərəq üzərində. Bunu da qeyd eləyək, çənə xətti. Sonra vərəqin tən ortasından bir düz xətt çəkirik. Sonra burada yaranan bu bölgünü 3 bərabər hissəyə bölürsünüz. Burada göstərim sizə. Hər kəs üçün bu belədir. İnsan üzü saçların bitdiyi alın saç çizgisindən qaşa qədər bir bölgü, qaşdan burnun bitiş yerinə qədər bir bölgü, burnun bitiş yerindən çənəyə qədər də başqa bir bölgüdür. 3 bərabər hissə olur. Hər kəsdə bu belədir. Bizim saç xəttimiz var, çənə xəttimiz var, bizə lazım olan qaş və burun xəttidir. Yəni bu bölgünü 3 bərabər hissəyə bölməliyik. Buralardan düz xəttlərimizi keçiririk. Üstdəki bu çəkdiyimiz düz xəttdə paralel olmasına diqqət edin. Üzərinə qeyd edək, qaş. Bir bölgümüzü də buradan götürmüşdük. Buradan da keçən bir düz xətt çəkək. Bunun da üzərinə qeyd edək, burun. Sonra uşaqlar, baxın bu bölgünü ölçüb kənar hissəsindən qeyd edirik. Bölgümüzü götürürük. Buradan keçən bir düz xətt daha çəkirik, mərkəzi xəttimizə paralel. Əgər bölgüləri doğru götürsəz, 3 dənə kvadrat yaranır. Eyni gedişatı sağ tərəfə də tətbiq edirik. Yenə ölçü götürürük. Sonra uşaqlar, burada yaranan bölgünün özünü də 3 bərabər hissəyə bölürsünüz. Bu bizim gözlərimizi çəkəcəyimiz xəttimizdir. Bunu da sağ tərəfindən yazıram. Sonra bu aşağıdakı bölgünü də burun və çənə xəttini də 3 bərabər hissəyə bölürük. Bu da bizim dodaqlarımızın kəsişdiyi hissədir, dodaqları çəkəcəyimiz xəttir. Burada bizim göz xəttimiz var. Göz xəttimizi mərkəzi bölgüsü burada olan 5 bərabər bölgəyə bölməliyik. Gözlərin genişliyini təyin etmək üçün. Bunun asan bir qaydası var. Bax, buradakı bölgünün tən ortasını tapırsınız. Gördünüz, 2 bərabər bölgü yarandı. Buradakı bölgünün də tən ortasından bir balaca kiçik ölçü götürürsünüz. Sonra bu yandakı ölçüsünü silin, sizi çaşdırmaması üçün. Burada götürdüyünüz ölçünün eynisini sağ tərəfdə götürməyə çalışın. Bax, bu sizin bu böyüklükdə çəkəcəyiniz portretdə gözlərinizin böyüklüyüdür. Bu götürdüyünüz məsafə iki göz arasındakı məsafədir. Deməli, gözlərimizin özü də bu böyüklükdə olmalıdır. Bu qədər məsafədə buradan bir bölgü götürürük, sol gözümüzü burada çəkirik. Bu qədər məsafədə buradan bir bölgü götürüb, sağ gözümüzü də oradan çəkəcəyik. Bildiyimiz bir anatomik qayda var ki, başımızın sol tərəfindən sağ tərəfinə qədər olan məsafə 5 göz məsafəsi böyüklüyündədir. Bizim 3 göz məsafəmiz var. 1, 2, 3. Yanlarda 4-cü və 5-ci göz məsafəsində götürməliyik. Bizim sifətimizin genişliyi bu genişlikdə olacaq. Baxın, buradan dodağımızın xəttindən biraz içə doğru, təxmini buradan keçəcək. Xəfif, çarpaz bir xətt çəkirik. Sifət quruluşu biraz üzərində oynamalı olduğunuz bir gedişatdır. Biraz
o hissəni göz yaddaşınızla düzəldərsiniz sonradan. Eynisini buradan tətbiq edirik. Sonra bu göz məsafəsinin eynisini gətirib çənə hissəmizdə də qeyd edirik. Sonra bu hissədə bu cür çənənin uc hissəsini bildirən oval bir xətt çəkirsiniz. Dodaq xəttini keçəndən sonra bu xəttimizi xəfif, yumuşaq şəkildə əyib dümdüz gətirib buna birləşdirirsiniz. Əgər çəkdiyiniz portretdəki şəxsin sümüklü deyilsə çənə hissəsi, biraz içəridən götürə bilərsiniz. Tam tərsi, çox çənə hissəsi sümüklüdürsə, biraz onu kənara çıxarda bilərsiniz. Hazırdır, bu bizim saç çizgimizdir. Saç çizgisini hər zaman biraz aşağıda çəkməyə çalışın. Başlanğıc olaraq ölçüləri eyni bu cür götürün. Sadəcə sonradan saç çizgisini biraz aşağıda çəksəz, rəsminiz daha qəşəng görsünər. Boyun nahiyəsini də gəlin öncədən çəkək. Buradan təxmini aşağı bir xətt çəkirsiniz. Bax, bu hissədə bizim boyun nahiyəmiz yerləşir. Əgər kişi obrazı çəkərsinizsə, böyük ehtimalla biraz daha geniş olacaq. Çənə xəttini keçəndən sonra buranı genişləndirməyə çalışın. Çox uzun çəkməyin. Gözlərin çəkilişindən gəlin danışaq. Öncəki dərsləri izləmisinizsə, göz çəkilişini orada izah etmişəm. Burada təkrar üzərindən gedək. Bu götürdüyünüz bölgünün tən ortasından bir düz xətt çəkirsiniz. Eynisini sağa tətbiq edirsiniz. Sonra göz pınarı tərəfdən tən ortadan qeyd eləyib, biraz solundan götürürsünüz. Ancaq gözün bitiş yerində tən ortadan davam edə bilərsiniz. Gözün irisini burada çəkəcəm. Eynisini sağ gözlə də tətbiq eləyirəm. Bura bir dairə çəkirəm, hansı ki bu bizim gözümüzün irisidir. Mərkəzindən sola doğru bir düz xətt çəkirəm. Buradan biraz aşağıdan gözümün bitiş yeridir. Eynisini sağ gözə tətbiq eləyirəm. Bura göz formamızı çəkək. 2 dənə köməkçi düz xətt çəkirəm. Hər iki gözə də ilk öncə göz formamı bu köməkçi xəttlərə uyğun olaraq təyin edirəm. Kirpiyin qalınlığı, üst göz qapağımız, dəqiqləşdirirəm bir balaca. Bu məsafə ilə bu məsafənin ara hissəsində qulağımız yerləşir. Baş formamızı yekunlaşdıraq. Gözlərdən davam eləyək. Qaşımızı qurmaq üçün buradan bir köməkçi xətt atırdıq. Buradan bir köməkçi xətt atırdıq. Xəfif çarpaz vəziyyətdə qaşımızı çəkirik. Burun nahiyəsindən işləyək. Burnumuzun genişliyi göz pınarlarından dümdüz aşağı düşən xəttlərin arasında olmalıdır. Buradan elə bir yerdən xətt çəkirik ki, kvadrat yaransın. Bu aralığa bir dənə dairə çəkirik. Burun çəkilişi dərsində bunların hamısını izah etmişdim. O dərsi təkrar izləyə bilərsiniz. Burunun üst tərəf genişliyi hər zaman bu göz pınarı ilə mərkəzi xəttin ara hissəsində olur. Eynisini sol tərəfdə. Qaşın bu hissəsinə doğru yox, altına doğru. Baxın, sanki buradan gəlir birləşir, belə bir forma yaranırmış kimi. Dodaqlarımızı çəkəcəyimiz aralığı tapmaq üçün gözün irisinin burun tərəfindən, mərkəzi hissəyə yaxın olan tərəfdən aşağıya dümdüz bir xətt çəkirsiniz. Eynisini bu tərəfdən. Bu aralıqda dodağımı çəkəcəm. Belə bir dənə çarpaz xətt atırıq. Çox kiçik dişlərin görülməsini istəyirəm. Dodağımızın qalınlığını təyin edirik. Ya qarşımızdakı şəxsin üz formasına görə, dodaq quruluşuna görə, ya da ki ağlımızdan. Sifətin kənar hissələrini çox xəfif, biraz daha nazik çəkməyə çalışıram. Bu düzəlişləri sonradan beyninizdə canlandırmaq istədiyiniz şəxsə görə dəyişə bilərsiniz. Saç formamızı gəlin dəqiqləşdirək.
Saçın altında qaldığına görə bu hissə bizə lazım deyil. Keçək rəsmimizi biraz daha gözəlləşdirməyə. Təbii ki, kirpikləri çəkməsək olmaz. Ən sonda bu cür həm eskizinizi dəqiqləşdirərsiniz, həm də eskiz tonlaması dediyim xəfif tonlamalar verərək rəsminizi daha da gözəlləşdirə bilərsiniz. Bunu niyə edirəm və yaxud da niyə etməyinizi istəyirəm? Çünki sonda çəkdiyiniz rəsm, alınan obraz ürəyinizcə olanda o texnikanı mənimsəyirsiniz. Sonda rəsminizi gözəlləşdirin, kiçik qüsurlarınız varsa onları aradan qaldırın, tam olaraq rəsm istədiyiniz kimi olsun. Dodağa bir balaca parıltı. Boğazın alt nahiyəsinə biraz kölgə verək.